Bildiğiniz kimi Latos. Gari. Ne kadarsa taksida. Bilirik də. Salam aleyküm. Salam. Gördüyünüz kimi biz belə Nimoy introduction elədik bugün. Çünki balıqlar danışmır, biz isə balıq evindəyik. Bugün biz balıqlar yeyəcəyik. Farel, kefal, kütüm və salam. Bildiğiniz kimi balıqları adətən R hərfli aylarda yeyilir. Aylarda. Yəni martdır, fevraldır. Birinci sifsəcəyim. Nəyə görə belə olub? Adətən yay vaxtlarında balıq yəni tutulan kimi bişirilməlidir. Yəni qalırdı portilizdə. Köhnə vaxtlardan da köhnə vaxtlarda. Xaladenik yox idi. Yəni saxlayırdılar küçədə o. Budur balıqlarımız yağda bişirilmiş kütüm və kefal gəldi. Kefal setkada bişirilir. Kefal, bağışlayın. Kefal setkada bişirilib. Kefalin sümükləri iri olur, xırda sümükləri olmur. Ona görə çox rahat yeyilir. Kütüm isə местный kütümdür. Buralarda hamı onu tanıyır. Deməli, Sloyski oha. Kütümdür, o yağda bişirilib. Kütümün gözünü görürsünüz burada. Это деликатес. Bu Это деликатес. o zraçokdur, onun içində çoxlu fosfor var. Onu yeməyə çox xoşlayıram. Mənə saxlamadı. O biri gözü də var. Ya da olan Siklopdur, balıqdır. Təpəgöz kütüm. Balığı ağçaxırla çürüyüb. Şardana sortun. Turşu balığınadır. Turş çaxırdır. Turş çaxır. Paka kütümün sirkəsini gözləyirik. Başlaya bilərik kefaldən. Başlayaq. Atkiyə. Hə, bir də bu Kefal haqqında mahnı da var. nə mahnı? Nino Katamadze bəlkə məşhur kefal fərə. Yenə bir mahnı var. Ye. Çox dadlıdır, çox soçludur, suludur. Əgər balığı qurutmasalar, əslində yağda bişirilmiş balıq biraz qurumalıdır ki, xırt-xırtlığı qalsın, amma manqalda sifariş edəndə əgər siz sulu balıq istəyirsinizsə, yaxşı odur ki, manqalda sifariş edəsiniz. Manqalda olanda bayırdan biraz yanır, ola bilər, o normal bir şeydir. Görürsünüz buraları biraz qızarıb. Sən heç bilirdin ki, kütüm sözü latın sözündəndir. Kutum. Nə deməkdir latın dilində? Bilmirəm. Balıq. Amma latın sözüdür. Hə, latın dilini bilənlər varsa ona kommentlərdə yazsın ki, kutum sözü nədir latın dilində. Tapılacaq. Karp balığın ailəsindəndir, qohumlardandır. Ona görə hər kütüm genetik olaraq yaxşı şahmat oynayır. Семейство Карповых. Это очень сложная шутка. Даже до меня не сразу дошла. Bu görürsüz belə deməli kefalin skeleti belə iri olur. Ona görə siz tıxlarla çoxlu oynamağı xoşlamırsınız. Əlləşmirsiniz. Sırası deyirsiniz kefal gəlsin. Gəl kütümə keçək. Keçək kütümə. Keçək kütümə. Sən əziyyət verdin o kütümə. Balıq yeyirəm də. Deməli kütümün görürsüz sümükləri burada elə qalıb. Və belə indi xırda protivni sümüklər çıxmağa başlayacaq. Amma ucu kütümdür də. Mən ona görə quyruq hissəsini götürdüm. Çünki quyruqda daha az sümük olur. Nabarun. Quyruqda они всегда. Сейчас ты покушаешь, когда подавишься, почувствуешь. Sirkə niyə görə mən sirkə ilə xoşlayıram? Ona görə ki, uşaqlıqdan evdə mən kütümü sirkə ilə yedim. Sirkədən başqa kütümün üstündə keşniş, nar və bir də xırda doğralmış soğan da vurulurdu. Hörmətli izləyicilər, bu vaxtı, indi isə soyuq vaxtı, bu yerlərə gəlməyin ayrı ləzzəti var və
Biz sizə tövsiyə edirik ki, isti havalar başlamamış, soyuq havada bura gəlməyin ləzzətini də siz dadasınız. Kifal. Kifal. Pharrell MTV-dədir. Pharrell Williams, eşitmisən? Pharrell Williams. Nə etdin sən? Çox danışdın. Çox danışdıq. Səni. Jarını kütüm yemiş indi. İndi ondan sonra parno kütüm daha rahat gedər və bundan savayı da demək istəyirəm ki, tavada yəni ki pişmiş kütümün xırda sümükləri bəzən pişib o qədər yumşaq olur ki, elə bir o şprotlarda elə olur. Balığın sümükləri o qədər yumşalır ki, yəni ki onu bütöv sümüyünə yeyə bilərsən. Həmin effekt kütümdə də görmək olar. Burada nə var? Deməli, nar turşusudur, soğandır, kərə yağı da və kütümün özü. Şuna baxanda. Soğan. Soğan dedim mən, soğan. Düzdür? Soğan dedim. Bir də burada adi duz deyil, paprika ilə qarışmış duzdur. Yəni biraz belə Himalay duzu. Hə, biraz belə qırmızı fasondur. Biz onu gördük, qeyd elədik və Çox dadlıdır yeməkdir. Sözün açığı, mən Şəfada birinci dəfədir bu qızarmağı yeyirəm. Adətən bura gəlib pişmiş ya manqalda ya da tavada pişmiş balıq yeyirdim. Bu dəfə təəssüflər olsun ki, siz bunun iyini hiss eləmirsiniz. Çox gözəl iyisi var. Soğan, nar turşusu, kütüm, prosta fish fact. deməli axır 5 il ərzində Azərbaycanda adam başına yeyilən balıq 2 kilodan 7 kiloya qədər qalxıb. Bu deməkdir ki, 2017-ci ildə Azərbaycan əhalisindən hər bir insana 7 kilo balıq Başlı 4 dəfə artıb. Demək olar ki, 3,5 dəfə artıb. Bu da o deməkdir ki, insanların balıqlara marağı artıb və balıqlar daha çox yeyilir. İndi isə keçirik farel bastırmasına. Aşpaz dediyinə görə eksklüziv yeməyidir bu. Yəni bu ərazidə farel bastırması verilmir. Restoran ərazisində. Yox. bu ərazidə, restoranın yaxınlığının ərazisində belə bir farel bastırması verilmir və bu ən azı 1 saat əvvəl zakaz olunmalıdır. Yəni zəng eləyib zakaz eləmək lazımdır. Bastırma özünü tutsun da. Bastırma elə şeydir ki, yalançı şey deyil. Bastırma ətin içinə girməlidir və sümüyə qədər çatmamış, ətin dadını dəyişdirməmiş bastırma hesab olunur. Yəni bütöv bastırmanın mənası bitir məncə. Bəli. Bu eksklüziv yeməyə deməli nə var bunun tərkibində deyə. Farel balığı. Farel balığı, Neujeli də. Farel balığı, tomat, nar turşusu, soğan, bir də həmin o paprikalı Himalay duzu. Himalay duzu. Allah Himalay duzu. Allah Himalay duzu kim bilir, paprika ilə. Yox, da zaniz Himalaya принесли. Everest da Selежках, да, сейчас. Keçək farel bastırmasına. İkimizdə bir farel var. Это тебе. Yarı məndə. Yarı səndə. Farel, kısaca kefal kimi deyil. Gən də onun belə xırda sümük faktoru var. Və çay fareli var. Ha, çay fareli, kofe fareli deyil. Kofe. Çayla yaxşı gedən fareldir. Zilyon çay. Bu restoran harda yerləşir Səfər? Bilmirsən, sənə bura gözü bağlı gətiriblər. Mən gözü bağlı gətiriblər, deyiblər ki, heç kimə demə Səfər yeyəcək. Yaxşı, mən deyərəm. Şəhər tərəfdən gələndə Bibi Eybət məscidinə çatanda sol zolağı götürün. Yəni ki, orta zolaqdan sola dönmək olmur. Söyləyəcəklər. Svetoforun sol zolaq istiqamət oxu yanandan sonra sola dönün, düz başı aşağı düşün. Keçin, bütün restoranları keçin. Sizə orada belə eləyəcəklər ki, saxla bura gəl. Baxmayın onlara, fikir verməyin. Dibəycən gedin. Şəfa restoranı, şəfa lövhəsi olacaq. O lövhəni keçin və qonaqpərvər parkovşiklər sizi burada yerləşdirib Navodka naviqasiya eləyəcəklər restoranda. Çox böyük dayanacağı var. Yəni məncə çox maşın ən azından yəni ki, sizin əgər parkların elə bir dayanacağıdır. Əgər kortejlə gəlirsinizsə, bu çox ideal bir şeydir. Полно. Ты, надеюсь, не снимал? Что делаешь? Зачем ты это сделал? Что ты хотел сделать? Bir də onu qeyd eləyək ki,
Burada həm bayırda teras var, həm böyük zal var içəridə, həm də kabinetlər var. Yəni ailəvi ad günləri, toylar, banketlər, şən klonlar. Hə, uşaq meydançası da var. Uşaq meydançası var. Burada da yəni ki yeni bulvar tikilir. Burada daşı terasa kimi gəzə bilərsiniz sahil qırağında. Oradan da gedib Türkmənistana gedə bilərsiniz, Qazaxstana üzə bilərsiniz. Yəni heç bir problemi yoxdur. Sən, yadımırsan. Evet. Çok şükür.